Salam, əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Hadisələr sürətlə cərəyan edir. Haqq batildən sürətlə ayrılır. Əvvəllər müxtəlif adlar qoya bilsələr də, dünya imperializmi bu yaratdıqları qanlı döyüşlərin üzərinə ki, öz mənfəətlərini ya silah sataraq, ya qarşıdakı ölkələri qorxudub, güya təhlükəsizliyini qoruyaraq, bu bəhanələrlə qanlı döyüşlər yaradıb, üzərinə siyasi adlar qoysa da artıq məxsusən 2023 Əqsa tufanından üzü bu tərəfə və son 12 günlük mübarizə və İslam Respublikası İranın heç kəsin artıq inkar edə bilməyəcəyi, həm Amerika, həm Siyonist quduz itinə vurduğu və bundan sonra Siyonist ekspertlərin özlərinin hesablamalarına əsasən şiddətli senzuraya, bəzi həssas obyektlərinin aldığı zərbələrinin ən azı 4-5 il lazım olduğunu bərpası üçün. Bu zərbələrdən sonra haqq və batil cəbhəsi döyüşü olduğu və əslində dünyada müstəmləkəçiliyin son 200-250 ildə böyük şeytan Amerikadan idarə olunduğu üzə çıxmaqdadır. Biz bizi izləyənlər yaxşı bilər. 4-5 ildir bağlanan kanalımızda da fəryad edirdik, təhlillər verirdik, cərəyanşünaslıq əsasında təhlil edirdik. Həm bölgə, həm ölkəmiz daxilində, həm dünyada qlobal olaraq imperializmin xəttini təhlil edirdik və nələr gözlədiyini deyirdik. Həm də dediyimiz kimi ölkəmizdə yaradılan bu süni cərəyanlar istəyir xalqımızın həqiqi insani kimliyi, etiqadi kimliyi baxımından, həm də milli kimliyi baxımından azdırılmağa çalışması məsələlərini təhlil edəndə buna toxunurduq. Ki, bu kimlikləri dəyişmək üçün İslam Respublikası İranı və ona bağlı olan müqavimət qollarını, regiondakı müqavimət qollarını düşmən göstərirlər və artıq bu müqavimət qloballaşdıqca sözünü verdiyimiz kimi Sion və Framasionerlər, evangelizm cərəyanı həddən artıq sıxıntıya düşür və demişdik ki, bu sıxıntı Qafqazda, məxsusən də ölkəmizdə özünü göstərəcək. Elə bu mövzuda mən istədim mötəbər bir hədis sizin xidmətinizə təqdim edəm ki, bu hədis Qeybət-i Nomani kitabında gətirilib, səhv eləmirəmsə 273-78-ci səhifədəydi. Və bu hədisi böyük ustadlardan birindən də mən eşitmişəm. Kitab özü mənim əlimdə var, amma ustadlardan biri Ustad Ali ki, məqam müəzzəm rəhbəri, yəni ali məqamlı rəhbərin məşhur minbər edənlərindəndir Ustad Ali. O özü də buyurur ki, özü şəxsən alimlərlə birgə bu hədisin etibar mötəbər olmasının sənədlərini araşdırıb, tamamilə mötəbərdir, özü belə buyururdu və mən o söhbətində bir məsələyə də toxundu ki, eşitdim. Buyurur ki, bu hədis ki, mötəbərdir, heç deyir, mən özüm bunu şəxsən rəhbərin məhzərində də xidmətinə ərz etmişəm. Hədis nədir? Elə qeyd etdiyim bir neçə dəqiqəlik müqəddimənin nə qədər haqq olduğunu bizə başa salan bir hədisdir. İmam Baqir əleyhissalam buyurur. Buyurur ki, ənni bi qavmin qad xaracu bil məşriq yətlubunəl haqq. Buyurur ki, İmam Baqir əleyhissalam buyurur ki, axırı zaman hədisləri içərisindədir ki, axırında da imam işarə vurur, zuhur barəsindədir. Buyurur ki, sanki mən görürəm bir dəstə, bir qövmü ki,
həqiqətən də bunlar məşriqdən xuruc eləyəcəklər, şərqdən. Niyə? Yatlubunəl haqq, haqqı tələb edirlər. Haqq üzərindədirlər. Dünyanın qanını sümürən imperialist və şeytan qüvvələrinə qarşı bunlar qiyam edirlər, xuruc edirlər. Bil məşriq, şərqdən. Şərq tarixçilər bilər, bunu məxsusən müstəşriqlər, şərqşünaslar daha yaxşı bilər. O zaman ki, bu təqribən 1300 il bundan öncənin hədisidir təqribən. 2 dənə imperiya var idi. İmam da bunu Ərəbistanda İslamın kamil nöqtəsi qoyuldu da, yəni ərəblərin içərisindən Peyğəmbər zuhur elədi və Əhl-i Beyt əleyhissalam. İmam Allahın vəcihidir, yəni yer üzündə Allahı göstərən insan surətində varlıqdır. Bu kişi buyurur ki, Məşriq o vaxt 2 imperiya var idi. Ərəblər Məğrib deyəndə Rum imperiyasını nəzərdə tuturdular, qədim Roma. Məşriq deyəndə şərqdə də böyük imperiya İran və ya Fars imperiyası idi. Adətən bu tipli mötəbər hədislərdə ki, bağlanan kanallarımızda da oxumuşuq, bu kanalımızda da sizə üçün təhlil vermişik bu tipli hədislərdə, İran zuhur barəsindəki İranın həlledici rol oynamasından danışır imamlar. Bəzən Qum deyirlər İrana, bəzən Xorasan deyirlər, amma hətta İtalyan tarixçilərinin də, mən tarixinə baxmışam, Fəlat-ı İran, yəni bu Asiya, Məşriq deyilən yerin indiki İranın ərazisindən bir 4-5 dəfə böyük bir ərazisi Arya tayfalarına məxsus idi. Fəlat-ı İran, İran yaylası adlanırdı. Və hökumət strukturu olaraq da 2500 il bundan qabaq Həxamenişlərin vaxtından İran zəmində, İran ərazisində İran hökumət mədəniyyətini birinci dəfə gətirən indiki dövlətlər kimi, o vaxt dövlət yox idi, 2500 il bundan qabaq. İranda formalaşdı bu mədəniyyət və sivilizasiya. İndi imam buyurur ki, bil məşriq, ərəbin o zamanki dili ilə, yəni Qum, bəzi hədisdə Qum gəlir, yəni İrana işarə vurur, Xorasan gəlir, yəni İrana işarə vurur, bəzən də məşriq. Yəni İrandan mən görürəm ki, bir dəstə qalxır, haqqı tələb eləyirlər imperialistlərə və şeytanlara qarşı. Fəla yu'tavnəhu. Amma baxın, dövrümüzə baxın, cərəyan üzərində baxın. Demişik dəfələrlə, cərəyan, müsbət və mənfi, haqq və batil cərəyanı coğrafiyasından, milliyyətindən fərqli olmayaraq, fərq etməyərək, asılı olmayaraq, hər dövrdə o dövrün özünə uyğun təcəlli eləyir. O özünə uyğun zahirə çıxır. İmam buyurur, bunlar qalxacaq haqqı, amma fəla yu'tavnəhu. Amma İslam iddiası eləyən bir sıra hökümdarlar bunların bu haqq çağırışına ləbbeyk deməyəcəklər, tabi olmayacaqlar. Sonra buyurur, ثُمَّ يَطْلُبُونَهُ فَلَا يُعْتَوْنَهُ. Yenə bunlar, belə deyək də, bugünkü dillə, siyasi gedişlə də olsa, ətrafdakılarla, müsəlmanlarla yola gedəcəklər, amma yenə tələb eləyəcəklər, oyanmağa çağıracaqlar. Fəla yu'tavnəhu. Amma yenə də müsbət cavab almayacaqlar. İmam buyurur, sanki mən bu günü görürəm. فَإِذَا رَأَوْ ذَلِكَ وَضَعُوا سُيُوفَهُمْ عَلَى عَوَاتِقِهِمْ. Buyurur ki, elə ki bunu bunlar görəcəklər, silahlarını asacaqlar çiyinlərindən. فَيُعْتَوْنَ مَا سَأَلُوا فَلَا يَقْبَلُونَهُ. Buyurur, yenə də belə deyək, siyasi dillə, normal dillə öz istəklərini israr edəcəklər, tələb edəcəklər. Yenə bu müsəlmanlara deyəcəklər ki, ay satqınlar, ay oyanın. Amma yenə də qəbul eləməyəcəklər. Bu
satılmış bir iddə. Hətta yaqumu. Artıq xuruc ki elədilər. Əvvəldə deyir axı xuruc eləyəcəklər məşriqdən İranlılar. Bunlar ki bu 3 dəfə çağırışa cavab verməyəndən sonra, qəbul etməyəndən sonra fikir verin. Əvvəl 2 çağırışda buyurur yu'tavnə, fəla yu'tavnə. Bu itaat eləməyəcəklər. Bunlara tərəf gəlməyəcəklər. 3-cüdə artıq qəbul eləməyəcəklər. Bugün baxın normalization məsələsi. Ben Salman murdar ət parçasından qeyri bir şey olmayan ərəb hökümdarlarından biri qaçır yenə qaça-qaça Trump'ın yanına. Müzakirə olacaq mövzulardan biri də yenə də İsraillə normalization. Yenə də sağmal inəyi sağacaqlar və təhlükəsizliyi bərpa eləmək bəhanəsi ilə sonda normalization'a tərəf gedəndə İsrail özü vuracaq bunları. Mütləq arxayın olun. Əl-Husi o gün elə belə demədi, xəbərini də paylaşdıq. Qəbul eləməyəcəklər, amma bu dəfə nə edəcək İranlılar? Hətta yaqumu. Artıq xuruc yox, bu səfər qiyama qalxacaqlar. Və la yədfəunəhə illə ilə sahibikum. Bir hissə buyurur, bu İranlılar ki qiyama qalxacaqlar, yədfəunəhə, yəni o bayrağı, rə'yəh. Hədislərdə çox gəlib. Rə'yə. Bayraq deyəndə biz adətən fikirləşirik ki, bu zuhur bayraqları, zahirən ki, məsələn, müqavimət bayrağı. Bu düzdür bir növ. Amma bayraq, yəni hökumət. Hökuməti yalnız və yalnız sizin sahibinizə, İmam Baqir əleyhissalam biz müsəlmanlara deyir, məxsusən Əhl-i Beyt davamçılarına. Sahibiniz olan İmam-ı Zamana. Sahibikum, yəni İmam-ı Zamana, ondan qeyri heç kəsə təslim eləməyəcəklər. Qətlahum şühəda. Və bu İranlılar və bunlara qoşulanların bu yolda öldürülənləri çox olacaq və öldürülənlər ki bu qədər olacaq, onlar şəhiddirlər. Bu yolun, baxın, müqəddimə dedim ha, əvvəldə 3-4 dəqiqə. Sonra ərz etdim xidmətinizə ki, bu hədis o müqəddiməni təsdiqləyir. Ki, mu'təbər və heç bir şübhə olmayan hədisdir. Qeybət-i Numani'də gətirilir. İran zuhur öncəsi hansı cəbhənin haqq olduğunu İmam Baqir əleyhissalam buyurur. İran və ətrafı. Hardan? Bir, əvvəl buyurur, yətlubunəl haqq. Haqqı tələb eləmək üçün bunlar xuruc eləyəcəklər. İkinci harda buyurur? Buyurur ki, bayrağı yalnız sizin sahibinizə verəcəklər. Deməli, İmam-ı Zaman yolundadır. Haqq da İmam-ı Zamandır. Bütün din və məzhəblər, Yahudi, Məsihi ki, zahirən adlarını qoyublar, hamısı İslamın əvvəlləri idi. Hamısı munci gözləyir. İmam Görnədi dəqiq buyurur. Munciyə verəcək, demir, Məhdiyə verəcək bu hədisdə. Yəni, bütün dinlərdə olan və milliyyətindən asıl olmayaraq, bilin, sahibinizin bayrağı İranlıların mərkəzliyində olacaq. Bu ikinci haqlığına dəlil. Üçüncü buyurur, qətlahum şühəda. Onların bu yolda öldürülənləri çox olacaq, amma bunlar hamısı şəhidlərdir. Şəhid kimə deyirlər? Haqq adı qoyub batil yolunda vuruşana şəhid deyərlər, xeyr. Və maraqlı nöqtəsi ki, 4-cü dəlil də deyə bilərik hansı cəbhənin haqq olmasına. İmam buyurur, əma, bunu bilin, yəqin bilin, arxayın olun. İnni ləv ədərəktu zəlikə lə əbəqəytu nəfsi li sahibi hədəl əmr. Mən İmam Baqir ki, 7-ci məsum və 5-ci imamam, mən imam ki Allahın vəcihiyəm, bunu bilin, arxayın olun. Mən olsaydım, İranlıların mərkəzliyi ilə olan bu cihadda mütləq özümü qoşardım onlara və onlarla bir yerdə bu hökuməti aparıb sahibi Həzrəti Məhdi əleyhissalama təhvil vermək üçün özümü fəda eləyərdim. İndi daha da aydın olurmu ki, bugünkü imperialist qüvvələri
ağrıdan nədir? Sümürürdülər 250 ildir. Son 50 ilə yaxın 46 ildir İslam inqilabı ki İranda baş verib imkan vermir sümürməyə. O gün xəbərini yerləşdirdiyi sırada gün səhv eləmirəmsə Əl-Məyadin paylaşmışdı. Ərəb medialarından məşhur medialardan biri. Azərbaycanda xaxamların ki biz də veriliş hazırlamışdıq. Dedi inşallah olmaz, ümid edirik ki olmadı. Zahirən tətilə saldılar, təxirə saldılar. Böyüdə xərc çəkmişdilər. Xaxamlar yığılacaq idi. Bunker sovulları 500, 600, 80 neçə ölkədən səhv eləmirəmsə. Əl-Məyadin nə paylaşıb? İran təhlükəsizlik orqanlarının Azərbaycan təhlükəsizlik orqanlarına təzyiqi nəticəsində bu bunker sovulları qorxdular gəlməyə. Müqavimət və mücahidət bayrağı, bax İmamın da bu hədisində buyurduğu kimi, İslam Respublikası İranın əlindədir. İran da sırf nə hansısa etnik qruplaşma demək deyil. İranda lor var, Arya əsilli, Azəri, Fars, Kürd və s. Etnik qövmlər çoxdur. Çoxluğu baxımından İran da dünyada ilk yeri tutan ölkələrdən biridir. Və inşallah gələcək proqramda da toxunacaq. Sudan barəsində söz vermişik bəzi təhlillərdə. İranın vurduğu milyonlarla sənəd ki, bəzilərini çox cüzvi biraz göstərdilər, açdılar. Niyə açırlar, ona toxunacaq gələn proqramlarda inşallah. İran o sənədlərdə, o gün mən baxdım, Ufuq, İranın televiziyalarından birində Ufuqda danışıb, Sepahın sözçülərindən biri danışdı. Kəşfiyyat məlumatlarını siyonistlərdən ötürüblər Livana. Ona görə Livan hökuməti biraz arxaya verdi. Hizbullah barəsində bir balaca qorxdu. Nə idi İsrailin hansı planı var Livanı tamamilə işğal etməkdə və orada dedi ki, hələ Türkiyədə biləcək, Türkiyəyə də verəcək kəşfiyyat məlumatlarını. İraqdakı bəzi qüvvələr var, Kürd qüvvələri, onlar da biləcək. Onlara da məlumatlar verəcək ki, siyonist rejimin planı sizin üzərinizdə nədir? Budur bizləri elə bir kəsə düşmən eləmək istəyirlər ki, niyə? Çünki bizim qanımızı yaxşı sömürə bilsinlər. Bizim əlimizlə bizim qanımızı sümürməyinin qarşısını alan və bizə həqiqi dost olan bir mərkəzi vurmaq istəyirlər. Düşmən, namərd düşmən belədir. Özü bacarmayanda yaxınları vücurov götürür. Amma sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.